Siz gel. Sağ ol denən canını bağlayıram. Uyarı gələr. Çok içerini çekmeli. Ondan ötürü ki TikTok çok uygun görmür bu cür ortamlara. Tam Kısa storyler atarıq. müdaxilə olmayacaq ortamlardır. Ona göre uygun görmür. Birazdan başlayacak ameliyatımız. Canlı devam edeyim de. Devam edirəm. Birazdan başlayacak ameliyatımıza. Mədə istismar ameliyatı ortalama yarım saat çeken bir ameliyattır. Bazen deyirlər ki, normalde mədə 2 saat çəkilməlidir və s. Belə deyim, yəni profesional əllərdə yarım saat, belə deyim, yarım saat, bəzən 40 dəqiqə belə çəkə bilir. Xüsusi ağır çəkili xəstələr var ki, 200-250 çox, təbii ki, onlarda 1 saat yarıma qədər davam edə bilir. İndi biz 15 dəqiqə sonra, 20 dəqiqə sonra başlayacağıq. Yarım saat, 35 dəqiqə çəkəcək əməliyyat. Ondan sonra katyada əməliyyatdan sonra narkozun təsirinin hələ bir 2-3 saat yatacaq. İnşallah axşam saat 10-11 arası artıq o sizlərin arasına geri dönəcək. Danışa biləcək, özünü ifadə edə biləcək, necə hiss etdiyini deyə biləcək. Belə.